Hacı Əhlibeytə necə təvəssül edib dua edək ki, istifadə etdiyimiz sözlərimizdə belə yanlışlıqla şirk olmasın? Allah bunu övliyalarına da verib. Onların bariz nümunəsi Əhl-i Beytdir. De ki, mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz tək olan ilahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Ona görə Kur'an-ı Kerim'e fikir versək, dua da ibadət olduğuna görə yalnız Allah'a məxsusdur. Allah'tan istəməsin. Allah'tan qeyrisini olmaz. Ona görə insanlar bəziləri Rəblərini düzgün tanımadıqlarını görə görürsən başqalarından da gəlib istəyirlər. Məsələn, ölüdən gəlib, məsələn, deyir ki, mənə belə ver, mənə bunu ver. Ölüdən istəyir. Və ya dağdan və ya daşdan. Bu bütpərəstliyin rəmzidir. Bu bütpərəstlikdir. İslam əsas məqsədinin, əsas mübarizəsindən biri budur. Bütpərəstliklə mübarizə eləmək. Yəni Allah'tan qeyrisini, ibadətləri olunanlarla mübarizə eləmək. Olmaz. Sən Kur'an-ı Kerim, sən əgər müsəlmansansa, əgər Kur'an-ı Kerim oxuyursansa, Allah Teala nə buyurur? Allah Teala buyurur: "Və qala rabbukum ud'uni astecib lekum. İnnellezine yestekbirun an ibadeti seyedhulun cehenneme dakhilin." Allah Subhanahu taala buyurur ki: "Və qala rabbukum ud'uni astecib lekum." Rəbbim dedi ki, mənə dua eləyin. Astecib lekum, mən sizdən qəbul edəcəm. Və sonra buyurur ki, İnnellezine yestekbirun an ibadeti. Onlar ki, mənim ibadətimdən eləmirlər təkəbbürlüyündən. Fikirsiz, duaya bu ayədə ibadət deyildi. Yəni dua ibadətdir. Necə hədisdə də gəlib. Dua ibadətdir. İnnellezine yestekbirun an ibadeti seyedhulun cehenneme dakhilin. Yəni onlar ki, təkəbbürlü edib Allah'a dua etmədilər, təkəbbürlərindən istəmədilər. Onlar cəhənnəmə daxil olacaqlar.